Orucun bir xeyri də nəfsimizi təmizləməkdir. Sizə orucluqla bağlı bir gözəl rəvayət söyləyəcəm. Allahın mübarək Teala və nəfs arasında olan bir rəvayətdir bu. Cənab-ı Hak nəfsi ilk yaratdıqda ona belə bir sual verir. Sən kimsən, mən kiməm? Nəfs belə cavab verir. Sən sənsən, mən də mənəm. Allah onu tanımaq istəməyən nəfsi 1000 il cəhənnəmdə yandırır. Bir cəza olaraq. Sonra nəfsdən eyni sualı soruşur. Yenə eyni cavab alır. Sən kimsən, mən kiməm? Nəfs deyir, sən sənsən, mən də mənəm. Allah yenidən onu 1000 il cəhənnəmdə yandırır. Üçüncü dəfədə eyni cavab aldıqda Allah mübarək Teala görür ki, nəfs ateşə atılmaqla belə yola gəlməmişdir. Allah bu dəfə cəza olaraq onu sadəcə 3 gün ac saxlamaqla imtahan edib, yenidən həmin sualı ona verdikdə nəfs bitmiş bir şəkildə cavab verir. Sən aləmlərin Rəbbi Allahsan, mən isə aciz bir nəfsəm. Nəticə budur ki, oruç tutmaq nəfsi ən gözəl şəkildə tərbiyə edər. Nəfsi təmiz olan insandan başqasına zərər gəlməz. Bu da orucun bir fəzilətidir.